الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله وصلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا إلى يوم الدين. Amma ba'd. Əziz və möhtərəm müsəlman qardaşlar, bugün bura yığışacağımız səbəb qarşıda bizi gözləyir. Ölümün həqiqəti, ölümün danılmamazlığı və ölümün gözlənilmədən gəlməsi, hansı ki bugün niyyətimizdə bu qardaşımızı ziyarət eləmək idi, Allah Taala el elədi, bugün biz onun cənazəsini qıldıq. Dedi ki Allah Taala Quran-ı Kərimdə buyurur ki وَمَا تَدْرِي نَفْسٌ مَاذَا تَكْسِبُ غَدًا. Heç bir nəfs bilmir ki, sabaha nəyi kəsb edəcəkdir. Sabah onun başına nə gələcəkdir. وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ. Eləcə də heç bir nəfs bilmir ki, o harada öləcəkdir. Budur ölümün həqiqəti qardaşlar. Allah Teala Quran-ı Kərimdə ölümü hər bir nəfsin yaxalayacağı barədə bizə xəbər verərək belə buyurur. Kullu nəfsin zaiqatul maut. Hər bir nəfs ölümü dadacaqdır. İnnəmə tuvaffavnə ucurakum yevməl qiyamə. Qiyamət günü isə hər kəs etdiyi əməlin müqabilini alacaqdır. Və mən zuhzihə anin nari və udxiləl cənnətə fəqad fəz. Kim ki cəhənnəmdən uzaqlaşdırılıb və cənnətə daxil olacaqsa, artıq o kəs nicat tapmışdır. Və məl həyatud dünya illə məta'ul qurur. Dünya həyatı isə aldadıcı, boş oyun oyuncaqdan başqa bir şey deyildir. Həmçinin qardaşlar, insan nəyə malik olursa olsun, istər böyük ailəyə, oğul uşağa, mala dövlətə xeyri yoxdur. Harda olursa olsun ölüm onu yaxalayacaqdır. Necə ki uca Allah Quran-ı Kərimdə buyurur ki Əynəmə təkunu yudrikkumul maut və ləv kuntum fi burucin müşəyyədə. Harda olursunuzsa olun, mütləq ölüm sizi yaxalayacaqdır. Hətta uca tikilmiş qalaların içərisində gizlənsəniz belə. Budur ölüm. İnnel mevtellezî tefirrûne minhu fe innehu mulâqikum thumme turaddûne ilâ âlimil gaybi veşşehâde fe yunebbi'ukum bimâ kuntum te'amelûn. O ölüm ki siz ondan qaçırsınız, o mütləq sizi yaxalayacaqdır. Sonra aləmlərin, aşkarın və gizlisin biləninin huzuruna qaytarılacaqsınız və eləcə nə əməl etmisinizsə hamısını sizə xəbər verəcəkdir. Və qardaşlar, artıq biz biliriksə ki, uca Allahın verdiyi xəbərlər əslasında ki, bu ölüm həqiqətdir. Hər kəsi yaxalamışdır. Hətta Allahın Rasulü Muhammed sallallahu aleyhi və səlləm bəşəriyyətə, aləmlərə rəhmət olaraq göndərilən insanı yaxalamışdırsa, innəkə meyyitun və innəhum meyyitun, sən də öləcəksən, onlar da öləcəkdir. Biz nəyə görə ölüm üçün hazırlaşmırıq? Niyə görə bura üçün əməllər hazırlamırıq? Qardaşlar, vallahi ki, nə əziyyət çəkirik, nə zəhmət çəkirik, hamısı qayıdıb gedib bizi burada tək tərk edəcəkdir. Necə ki, bugünkü bunun şahidiyik. Allah Resulü aleyhissalatu vesselam buyurur ki, meydə 3 şey tabi olur. Onun ardınca 3 şey gedir. Onun əhli, onun malı və onun əməlləri. İkisi geri dönür, biri orada qalır. Onun əhli və malı geri dönür, hansı ki şahidi. Əməli isə onunla orada qalır. Allah Teala bu qardaşımıza rəhmət eləsin. Və həqiqətən də biz 2 gün öncə onu ziyarət etdik. Dili yalnız və yalnız o ağırların, o şiddətinə baxmayaraq, əlhəmdülillah, Allahu Ekber, ya Rabbi sənə şükür olsun, ya Rabbi sənə həmd olsun. Dili daima zikirdəydi. Və eşilmiş əlhəmdülillah orucunda, Ramazanda, insanlara xeyirxahlığında xeyirli insan olub. Və lə nüzəkkihi alallah, nəhzəbuhu kəsəlik, vallahu həsibuhu. Biz Allahın üzərində heç kəsi tərifləmirik. Allahdır hesabı çəkən, biz sadəcə gördükümüzü deyirik. Budur, ona görə əlhəmdülillah, Allah həmd olsun. Allah Teala hər kəsi əməlin əskiltmədən, zərrə qədər zülm olmadan o kəsin mükafatını verirdir. İstər yaxşı əməl etsin, istərsə də pis əməl etsin. Fəmən yə'məl mithqalə zərratin xayran yara və mən yə'məl mithqalə zərratin şərran yara. Kim ki bir miskalın zərrəsi qədər xeyir edərsə, onun müqabilini görəcəkdir. Kim ki bir miskalın zərrəsi qədər şər iş görürsə, onun mükafatını görəcəkdir, əvəzini görəcəkdir. Əgər qardaşlar,
Allah Teala misqalın zərrəsi qədər olan bir əməlin mükafatını verirsə, o böyük günahları işlədənlər hara baxırlar? Və yaxud da Allah Teala əgər misqalın zərrəsi qədər əməlin, xeyrin, əvəzin, mükafatın, əcrin verirsə, o zaman əməl sahibləri, salih insanlara qoy müjdələr olsun və eləcə həqiqətən də Allah Teala o kəsləri müjdələyir, o kəslər ki, Rəbbim Allahdır deyirlər və Allahın əmrlərin və qadağaların layiqincə yerinə yetirirlər. Necə ki, uca Allah Teala onlar barədə buyurur ki, İnnellezine qalu Rabbuna Allahu thumma istaqamu. O kəslər ki, dedilər Rəbbimiz Allahdır və sonra doğru istiqamət götürdülər. Yəni ona heç bir şey şərik qoşmadılar. Onun əmrlərin yerinə yetirib və qadağan etdiyi şeylərdən çəkindilər. Tətənəzzəlu aleyhimul mələikə və onların üzərinə mələklər nazil olur. Haçan? Ölüm anında. Ölüm anında Allah Teala mələklər indirir onlara. Nəyə görə? Onları müjdələməkdən ötürü. Tətənəzzəlu aleyhimul mələikə əllə təhzənu və lə təxafu. Heç bir kədərlənməyin, qüssələnməyin və qorxmayın. Əbşiru bil cənnətilləti kuntum tuadun. Sizə vəd olunan cənnətlə müjdələnin. Hansı cənnət? Allahın Quran-ı Kərimdə və Peyğəmbərin sallallahu aleyhi və səlləmin sünnəsində xəbər verdiyi cənnət ki, arduhəs səməvatü vəl-ard, onun eni göylər və yerlər qədərdir. Sonra həmin mələklər, həmin o müjdələdiyi insana deyirlər ki, nəhnu əvliyəkum fid-dünya, nəhnu əvliyəkum fil-həyətid-dünya və fil-əxirə. Biz sizin dünya həyatında da və axirət həyatında da sizin dostlarınızıq. Və ləkum fiyhə mə təştəhi ənfusukum və ləkum fiyhə mə təddəun. Orada sizin nəfsinizin istədiyi hər bir şey vardır. Və siz nəyi iddia edirsinizsə, hamısı orada sizin üçün hazırlamışdır. Allah Resulü aleyhissalatu vesselam cənnət nemətləri barədə xəbər verərkən buyurur ki, onu nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də hər hansı bir bəşərin ağlına belə gəlməmişdir. Allah Teala o şeyləri hazırlayır. Bu kimdəndir? Aləmlərin Rəbbi olan, lətif olan, qafur olan, rahim olan Allah'tan. Necə ki ayənin davamında Allah Teala buyurur ki, nuzulən min qafurir rahim. Qafur və rahim olan Allah'tan ziyafət olaraq, Allahu Ekber, bundan böyük nə nömət ola bilər, bundan böyük nə müjdə ola bilər və bundan böyük nə arxayınçılıq ola bilər. Dünya, onun içindəkilər hamısı vallahi ki Allah dərgahında milçəyin qənədi qədər belə dəyəri yoxdur. Tərk eləyin dünyanı qardaşlar, qorxmayın dünyanı itirməkdən, qorxmayın əziyyətlərdən, qorxmayın böhtanlardan, qorxmayın cürbəcür atılan sözlərdən, sabit olun. Doğru yol götürün. Necə ki demişsiniz Rəbbimiz Allah'dır. Allah'tan Rəbb olaraq, Peyğəmbərdən Nəbi olaraq və dindən İslam olaraq seçib razı qalmışsınız. Bu yolu tutmuşsunuz və bu yolda sabit olun. Axırımız hər kəsin buradır. Allah Teala'dan istəyirəm ki, bizi öz dinində sabit eləsin. Və ölüm anında dilimizdən la ilahə illallah kəlməsinin çıxmasında bizlərə yardımcı olsun. Bizlərə husnul xatimə nəsib eləsin. Və uca Allah'tan istəyirəm ki, bizim bu asif qardaşımızın qəbrini nurla doldursun. Onun qəbrini cənnət bağçalarından bir bağça eləsin. Və Allah Teala onun dünyada tərk edib getdiyi zövcəsinə, evladlarına, qardaşlarına, bacılarına və bütün yaxınlarına səbir versin və onların digər qalan həyatlarında, ömürlərində onlara xeyirli əhvalatlar və bol-bol ruzilər nəsib etsin. Həqiqətən də Allah Teala bağışlayandır, rəhm edəndir, ruzi verəndir və əfv edəndir və Allah Teala yenə də onu rəhmət eləsin və günahların bağışlasın. Və axiru dəvana enelhamdülillahi rabbil alemin və salatu və selamu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcməin. İxlasla.com saytı tərəfindən təqdim olundu.